Möhtərəm müsəlmanlar, dəyərli qardaşlar, inşallah bugünkü xutbəmizin mövzusu qeybət haqqındadır. Qeybət bildiyimiz kimi insanın əməllərini aparan və müsəlmanlar arasında qardaşlığa xələl gətirən bir şeydir. Dəyərli qardaşlar, qeybət ən böyük günahlardan biridir. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrinə bir gün sual verir. Deyir ki, "Ətədrunə məl-qeybə?" Qeybətin nə olduğunu bilirsinizmi? Sahabələrin ədəblərindəndir ki, əgər bir şeyi bilmirlərsə, deyərlər ki, bilmərik. Dedilər ki, Allahın Peyğəmbəri, Allah və onun Peyğəmbəri daha yaxşı bilir. Qeybət nədir? Resulullah sallallahu aleyhi ve sellem dedi ki, "Zikraka əxaka bimə yakrah." Qardaşını sevmədiyin bir şey ilə anmağındır, onu yad etməyindir. Subhanallah. Bu hədisi dedikdən sonra sahabələr dedilər ki, Allahın Peyğəmbəri, bəs əgər bizim dediyimiz şey həqiqətən o adamda varsa necə? Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, "İn kana fihi ma taqul faqad ihtabta və in lam yakun fihi faqad bahatta." Əgər dediyimiz şey həqiqətən o müsəlmanda varsa, sən onun qeybətini etmiş olarsan. Əgər həqiqətən dediyin şey müsəlmanda varsa, o eyb varsa, o zaman bu qeybətdir. Lakin dediyin şey əgər o müsəlmanda yox isə, o zaman bu böhtandır, iftiradır. Hər iki halda da böyük günahlardandır. Baxın, şeytan insana necə yaxınlaşır dəyərli qardaşlar. Bəzən deyir ki, sənin bu dediyin zaten o insanda var, bu qeybət deyildir deyə insana belə vəsvəsə gətirir. Bu hədisdən də gördük ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə qeybətin nə olduğunu çox gözəl şəkildə izah etdi. Və bildirdi ki, qeybət bir müsəlmanı onu sevmədiyi bir şey ilə anmağındır, onunla onu xatırlamağındır deməyindir. Buradan da görsənir ki, əgər dediyiniz şey həqiqətən müsəlmanda varsa, bu qeybət olmuş olar. Yox, əgər onda yox isə, o zaman bu böhtan və iftira olmuş olar. Dəyərli qardaşlar, baxın, qeybət edən ilə qeybətə qulaq arasında fərq yoxdur. Hər ikisi də böyük günahda ortaqdırlar. Buna diqqət edin dəyərli qardaşlar. Bəzən ətrafımızda bəzi müsəlmanlar qeybət edirlər. Əgər sən ona qulaq asırsansa, etiraz etmirsənsə, bil ki, sən də o böyük günaha ortaqsan. Və çox təəssüflər olsun ki, günümüzdə demiyorlar ki, bəlkə də əksər müsəlmanların həyatlarında hər gün bir dəfə də olsa qeybət olur. İstər bunun fərqinə varsınlar, varmasınlar, bu həqiqətdir dəyərli qardaşlar. Resulullah sallallahu aleyhi ve sellem bir gün xitab edir. Xitab etdiyi insanlar arasında münafiqlər də olduğu üçün o münafiqlərə deyir ki, Ya mə'şərə mən əmənə bilisanihi və ləm yədxulul imanı qalbəh. Dedi ki, ey dili ilə iman gətirib, lakin qəlbinə iman girməmiş kimsələr. Lə təxtabul muslimin. Müsəlmanların qeybətini etməyin. Və lə təttəbi' avratihim. Onların eyblərini axtarmayın, araşdırmayın. Fə innehu mən ittəbi' avratihim yəttəbi'ullahu avratahu. Əgər kim onların eyblərini axtararsa, Allah da o insanların eyblərini axtarar. Və Allah kimin eybini axtararsa, hətta evinin içərisində olsa belə onu rəzil rüsvə edər. Subhanallah. Baxın dəyərli qardaşlar, bu elə bir təhlükədir ki, insan bəzən onu etdiyi zaman günah olduğunu və yaxud qeybətin olduğunu hiss etmir. Bunda diqqətli olmaq lazımdır. Və həmçinin dediği ki, insanlar elə zənn edirlər ki, əgər bizim danışdığımız şey müsəlmanda var isə o qeybət deyil, lakin dedik ki, bu qeybətin elə özüdür. Əgər yox, onun dediği şey müsəlmanda yoxdursa, bu daha böyük günahdır dəyərli qardaşlar. Nəyə görə? Çünki hədislərdə sabit olub ki, Allah Azza və Cəllə qiyamət günü Sirat körpüsünün üzərində bir qrup insanları dayandıracaqdır. Və orada o insanlar ki, müsəlmanlara etmədikləri şeyləri onlara nisbət edən kimsələrdir və onları orada dayandırıb deyəcək ki,
dediklərimizi ispat edənə qədər burada qalacaqsınız. Subhanallah. Baxın necə əzəmətli, nə qədər böyük günahdır bu, dəyərli qardaşlar. Biz bunun fərqinə varmırıq. Və həmçinin insanlar bəzən bunu yəqin siz də çox eşitmişsiniz. Deyirlər ki, filan kəs haqqında elə şeylər bilirəm ki, daha demirəm ki, qeybət olmasın. Halbuki bu adam bu dediyi ilə qeybətdən də daha şiddətli bir şey demiş olur. Nəyə görə? Sən bəlkə də hansısa bir kiçik bir şey nəzərdə tutdun, lakin dinləyici adam ağlından hər bir kötü pis şeylər, yəni günahlar ağlından keçirdi və zənn etdi ki, yəqin ki, bu adam bunu edibdir. Bu daha şiddətlidir. Yəni ehtiyatlı olun. Biz bəzi müsəlmanlar elə bilirlər ki, onu demədiyi zaman qeybət olmur. Əksinə o qeybətdən daha şiddətli olur. Bu sözdən çəkinmək lazımdır ki, filankəs haqqında elə şeylər bilirəm ki, daha demirəm ki, qeybət olmuş olar. Bu böyük günahlardandır, dəyərli qardaşlar. Buna diqqət edin. Və müsəlmanlar üzərinə düşən nədir? Müsəlmanlar bir-birlərinin eyiblərini örtməlidirlər. Və Allah Azza və Cəllə bu insanlara dünyada və ahirətdə müjdələr vermişdir. Dünyadakı onların mükafatları, əgər bir müsəlman qardaşının eybini örtərsə, Allah Azza və Cəllə onu bu dünyada və ahirətdə eyblərini örtər. Bir hədisdə, İmam Müslim'in rivayet hədisdə Rasulullah s.a.v. buyurur ki, "Mən sətərə muslimən sətərəhullahu fid-dünya vəl-axirə." Kim bir müsəlmanın eybini örtərsə, gizlədərsə, Allah Azza və Cəllə onu dünyada və ahirətdə eybini örtmüş olar. Subhanallah. Başqa bir rivayətdə isə Allah Azza və Cəllə qiyamət günü qullarından bir qismini önə çəkəcək. Onların üzərlərinə bir örtü örtəcək. O örtü ilə çöldə olanlar içəridəkiləri eşitməyəcək, içəridə olanlar isə çöldəkiləri eşitməyəcəklər. Allah Azza və Cəllə o örtü ilə o qullarının eybini örtərək onlara yaxınlaşdırıb sual verəcək. Deyəcək ki, ey qulum, filan vaxtı, filan günahı xatırlayırsanmı? Deyəcək ki, bəli. Bir-bir sayacaq, sonra Allah Azza və Cəllə buyuracaq ki, mən dünyada sənin bu eyblərini örtdüyüm kimi, indi də bunu örtürəm, get gir cənnətə. Subhanallah. Baxın, bir müsəlman qardaşının eybini örtərsə, Allah Azza və Cəllə onun bu dünyada və ahirətdə olan eyblərini örtər və onu rəhmət yağdırır. Başqa bir hədisdə isə, ümumiyyətlə bu haqda hədislər çoxdur, dəyərli qardaşlar. Həsən el-Basri bilirik ki, tabiinlərin böyüklərindəndir, alimlərindəndir. Həsən el-Basri deyir ki, mən neçə eybli insanlar gördüm ki, qüsurları çox idi, onlar qüsurlu insanların eyblərini örtdü. Allah Azza və Cəllə o insanların da bu dünyada eybini gizlətdi. Və neçə qüsursuz insanlar gördüm ki, eybləri yox idi, lakin qüsurlu insanların eybini axtardı. Allah Azza və Cəllə onları bu dünyada o eyblərə düçar etdi. Subhanallah. Və həmçinin dəyərli qardaşlar, qeybət elə bir bəladır ki, bizim əməllərimizi aparır. Həsən el-Basri dedi ki, tabiinlərin böyüklərindəndir, bəzən insanlara örnək verə-verə bir məsələni anladardı. Bir rivayətdə Həsən el-Basri eşidir ki, onun qeybətini edirlər. Və bir səbət meyvə hazırlaşdırır, ona göndərir və deyir ki, sənə təşəkkür edirəm, ya öz savablarından mənə verdin və yaxud da mənim günahlarımdan özünə götürdün deyə ona bu şəkildə öyrədərdi. Dəyərli qardaşlar, dedi ki, müsəlmanlar bir-birlərinin eybini örtməlidirlər. Və biz bunu dəfələrlə demişik, yenə də deyəcəyik. Dedi ki, Uhud savaşında bilirik ki, Rasulullah sallallahu aleyhi və səlləm 50 oxçuya göstəriş verdi. Və göstəriş verdi, dedi ki, bu təpənin kənarında dayanın və əsla yerə inməyin. Hətta biz məğlub olsaq belə o təpədən aşağı düşməyin deyə göstəriş verdi. Lakin o səhabələr elə oldu ki, müsəlmanlar o savaşda qalib olduqları halda zənn etdilər ki, müsəlmanlar artıq qalib gəldi və onlar səbr etmədilər, xəta etdilər və təpədən aşağı düşdülər. Və onların təpədən aşağı düşmələrinə görə savaşın məcrası dəyişdi, savaşın gedişatı dəyişdi və müsəlmanlar məğlub oldu. Və bu oxçuların başlarında isə dəyərli qardaşlar Abdullah ibn Cübeyrdir, radiyallahu anhu, Allah ondan razı olsun. O sahabə təbii ki, yerə inmədi, lakin nə qədər xəbərdarlıq etsə də o müsəlmanlar xəta etdi, qənimət toplamaq üçün yerə indi və onlara görə savaşın məcrası dəyişdi. Lakin buna baxmayaraq o müsəlmanlar
tarixə baxdığımız zaman değerli kardeşler, heç bir yani qaynaqda onların səhih olarak adları zikr olunur. Bu 50 oxçudan kimlər ki təpədən aşağı inmişdir, heç birinin adı səhih olarak zikr olunur. Bilmirik bunu. Nəyə görə? Çünki sahabələr bilirlər ki, qardaşları xəta etdi və onların xətasını örtdülər və burada bizim üçün önemli olan şəxslər deyil, orada olan ibrət idi ki, bizə 50 oxçu deyə artıq adları gəlmişdir. Lakin adları bilinmir. Nəyə görə bəs bu sahabələr başında duran Abdullah ibn Cübeyr adı zikr olunur? Çünki o təpədən aşağı enmədiyi üçün onda bu eyb yox idi və onun adı zikr olunur değerli kardeşler. Onun üçündür ki, Müslümanlar bir-birlərin eybini öpməlidirlər. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nafsihi. Sizlerden her hansı biriniz özü üçün sevip razı olduğu şeyi Müslüman kardeşi için sevip razı olmadıkça kamil iman getirmiş olmaz diyor Resulullah sallallahu aleyhi ve sellem. Gördüğümüz gibi değerli kardeşler, hakikaten gıybet, dövüş beladır. Ve Müslümanlar bazen bunun farkına varırlar, bazen varmayarak bunu edirler. Allah korusun bizler bundan. Ben senin değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem sahabelerine diyor ki, "Etedurune mel muflis." Dedi ki, müflisin kim olduğunu bilirsiniz mi? Sahabe dediler ki, Allah Peygamber'e, müflis bize göre malı ve mülkünü yitirmiş, malı ve mülkü olmayan kimsedir. Lakin Resulullah sallallahu aleyhi ve sellem onlara hakiki manada müflisin kim olduğunu izah etti ve buyurdu ki, İnnel muflise min ummeti ye'ti yevmel kıyame bi salatin ve siyamin ve zekatin ve ye'ti ve kad şeteme haza ve kazabe haza ve ilahir hadis. Allah Resulü buyurdu ki, ümmetinden müflis olan kimseler o kimselerdir ki, onlar kıyamet günü namaz ile, oruz ile, zekat əməllərini etmiş oldukları halda kıyamet günü gelecekler. Lakin birine böhtan attığı için, birinin malını haksız yere yediği için, birinin kanını döştüğü için, birini vurduğu için onlardan zulm olan insanlar haklarını talep edecekler. Bu zaman hemen o mezlumlar zalimlerden, ona zulmedenlerden sevaplarından onlara verilecektir. Eğer onların sevapları biterse bu zaman mezlum insanların günahlarından onlara verilecektir. Subhanallah. Bakın değerli kardeşler, bu hakikaten de büyük felakettir. Çünkü insan dünyada düşünür ki, benim müəyyən kadar əməllərim var, lakin kıyamet günü Allah korusun görəsən ki, senin bu əməllərin de kimlerin səkiyyətini etmişsən, o sevapları onlara verəcəksən. Eğer sevabın yoktursa, onların günahlarını da düşürəcəksən. Değerli kardeşler, buna dikkat edelim. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki, Ya eyyühellezine amenu, ey iman getirenler. Dedi ki Kur'an-ı Kerim'de hitabın növləri fərqli-fərqlidir. Elə hitap var ki orada Allah Azze ve Celle bütün insanlara hitap edir. Elə hitap var ki orada Allah Azze ve Celle sadece kafirlere hitap edir. Kul ya eyyuhel kafirun, de ey kafirler şimdi. Elə hitap var ki değerli kardeşler orada Allah Azze ve Celle sadece iman getiren kullarına hitap edir. Ve biz de elhamdülillah iman getirmişiz. Demek ki bu ayet değerli kardeşler bize hitap olmuştur. O zaman buyurur ki, Ya eyyühellezine amenu, ey iman getirenler, La yashar kavmin min kavm, asa en yakunu hayran minhum. Ey iman getirenler, bir kavim, bir cemaat, başka bir kavime, başka bir cemaata istihza etmesin, lağ etmesin. Ola bilsin ki, sizin lağ ettikleriniz, onlardan sizden daha hayırlıdır. وَلَا نِسَاءٌ مِّنْ نِسَاءٍ عَسَى اَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ. Hemsinin kadınlar da diğer kadınlara istihza etmesin, lağ etmesin. Ola bilsin ki, lağ ettiğimiz kadınlar istihza eden kadınlardan daha hayırlıdırlar. وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ. Birbirinizi acılamayın ve birbirinizi pis ləqəblərlə çağırmayın diyor Allah Azze ve Celle. Bi'sel ismul fusuk ba'del iman. Hakikaten iman getirdikten sonra fasık ismini almak necə pistir. وَمَنْ لَمْ يَتُبْ فَاُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Kim tövbe etmese bilsin ki onlar zalimlardır. Değerli kardeşler, hemsinin Allah Azze ve Celle bize gıybet hakkında, dinin tehlikesi hakkında haber verir, buyurur ki Ya eyyühellezine amenu, ey iman getirenler, İctenibu kethiren minel-zann, zannin sokundan kasının. İnne ba'del-zanni isim, hakikaten bazı zanlar günahtır.
وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا. Birbirinizin eybini aktarmayın ve birbirinizin gıybetini etmeyin. اَيُحِبُّ أَحَدُكُمْ اَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ. Sizlerden herhangi biriniz öz ölmüş kardeşinin etini yemek isteyer mi? Sizse bundan diksindiniz. وَاتَّقُوا اللّٰهَ اِنَّ اللّٰهَ تَوَّابٌ رَحِيمٌ. Allah'tan korkun. Birinci Allah Azze ve Celle tövbeleri kabul eden ve rahimlidir. Değerli kardeşler, dedi ki gıybet çok teşkil olan günahlardandır ve gıybet insanın malını, insanın bu dünyada etmiş olduğu sevaplarını aparan emellerden biridir. Ve dedi ki gıybet, şeytan bazen insana yakınlaşır, deyir ki senin bu demeyin gıybet sayılır. Tabii ki bazı yerler var ki orada Müslümanlar, bir grup Müslümanın o bazı emellerini diyebilir. Bunlar şərtlər içindedir. Hansıdır bunlar? Diyelim ki bir insan bilir ki tanıdığı bir genç mesela pis vərdişlərə alıda olubdu ve sen bilirsen ki sen nəsihət edirsən, sana qulaq asmır. Bu zaman onun hürmet ettiği, kulak astığı bir insana gelip deyərsən ki bu adam belə edibdi, Allah üçün ona nəsihət et, tədbirini gör deyər. Burada niyet yaxşıdır. Veya da değerli kardeşler, gazinin yanında bir insan şikayetçi olduğu zaman, gazinin yanına gittiği zaman özüne zulmeden adam hakkında o şeyleri diyebilir. Dediği ki gıybette ehtiyatlı olmak lazımdır. Ben size diyelim ki bir insanı biz bilirik ki insanları aldatıp malını uğurluyor. Biz bu insanın tanıdığımıza göre ve diğer insanları da ondan korunması için sadece o insana diyebiliriz. Müəyyən şərtlər içərisində. Lakin yenə də diqqətli olmaq lazımdır ki, şeytan bizi aldatıp bizi harama hal etdirməsin. Və dedik ki, bəzi insanlar günah etdiği zaman, qeybət etdiği zaman deyirsən ki, bu qeybətdir. Allah'tan qorx deyirlər ki, bu günah deyildir. Biz burada söhbət edirik, qeybət edəmirik deyirlər. Allah korusun, bu sözləri yine o insanlar Allah'ın haram ettiği haramları halal saymış olurlar. Buna dikkat edelim değerli kardeşler. Gıybet büyük beladır ve insanlar bütün bu gıybetler insanın dilinden törüyor. Ve son zamanlarda sosyal şebekelerde yakın ki görmüşsünüz bir grup insanlar cahil oldukları halda Allah'ın dini hakkında danışırlar. Bu insanlar hadisleri kökünden reddedirler. Ve özlerine sanki Kur'an-ı Kerim'e sarılmış kimseler olduklarını gösterirler. Halbuki Kur'an'dan en uzak durmuş kimseler bunlardır. Kardeşler, bu insanlar özleri azmış oldukları bəs değil, diğer insanları da azdırırlar. Bakın Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَلَا تَقُولُ لِمَا تَصِفُ أَلْسِنَتِكُمُ الْكَذِبَ هَذَا حَلَالٌ وَهَذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللّٰهِ الْكَذِبِ. Dilimizin uydurduğu yalan uyup da bu halaldır, bu haramdır diyerek Allah'a iftira atmayın. İnnellezîne yefterûne alallâhil kezibe lâ yuflihûn. Hakikaten Allah'a iftira atanlar, onlar kurtulmazlar. Bu insanlar mürekkep cahil oldukları halde Allah'ın dini hakkında öyle şeyler danışırlar ki Allah'ın Kur'an-ı Kerim'de, hadislerde var olan haramlarını halal edirler. Vaziflerini lağvedirler. Bu insanların kadar sayıları çoxalıb artıq. Bu insanlar hakikaten de sapıklık içindedirler, yollarını azmışlar. Bilin ki İslam dinine nispet edilen bütün sapık firqələr, yollarını azan firqələr hamısı Kur'an-ı Kerim'den delil getirirler. Özlerine göre. Lakin onların getirdikleri delillerin uzaktan yakından getirdikleri meselelere dair hiçbir alakası yoktur. Değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki Sahih hadiste innel abde yetekellemu bi kelime ma yetebeyyenu fiha. Kul öyle bir söz söyler ki o sözün tehlikesinin farkına varmaz. Yazillu biha fin nari ab'ada ma beynel meşrik ve mağrib. O kelime onu derinliği şərq ve qərbin mesafesinden de uzak olan bir derinliği cehenneme atar deyir. Subhanallah. Buradan da görseniz değerli kardeşler, bunlar büyük fitnedir. Müslümanlar olarak bizler de bunlardan tedbirimizi görmeliyiz. Bakın kıyamet günü bazı insanlar deyirlər ki "Leyteni lem attaxiz fulanan halila." Kaş ki mən filan kəsi özümə dost tutmayaydım. "Laqad adallani ani zikri ba'da iz ja'ani." Mənə zikir gəldikdən sonra məni o zikirdən uzaqlaşdırdı. Subhanallah.